İnsan bilməsi ki, mükafat və yaxud da cəza əməlinə uyğun olur. Və hər kəs də bilməlidir ki, hər birimiz zalim və günahkarıq. Elə bir insan yoxdur ki, zülmdən uzaq olsun, günahsız olsun. Hər kəsin zülmü də var, günahı da vardır. Kim özünə qarşı əziyyət verən, özünə zülm edən insan əfv edərsə, Allah da onu əfv edər. Kim bağışlayarsa, Allah onu bağışlayar. Və əgər insan bilsə ki, onları əfv etməsi, onlardan keçməsi, onlara yaxşılıq etməsi, onların misli ilə bərabər Allah Teala'nın özünün əməlinə uyğun mükafat verilməsinə səbəbdir. Biləndə ki, əgər əfv edir, bağışlayırsa, Allah da onu əfv edib bağışlayacaq. Bunu biləndən sonra insan əfv etməyə çalışır. Bağışlamaya çalışır və üstəlik onlara yaxşılıq etməyə çalışır. Və belə olanda insana bağışlama, əfv etmək asan olur. Ağıl sahibi olan insana fayda olaraq bu kifayətdir. Əgər ağıl sahibisə.